Rusiya və Ukrayna arasında növbəti danışıqlar raundunun Vatikanda keçiriləcəyi gündəmdədir. Görüşdə Amerika Birləşmiş Ştatları nümayəndələrinin də iştirak edəcəyi gözlənilir. Müzakirəyə yeni seçilən Roma papasının maraq göstərməsi danışıqlara Vatikanın ev sahibliyi ehtimalını biraz da artırıb. Trump administrasiyası zamanla vasitəçilikdən imtina edəcəyini desə də buna tələsmədiyi də görünür. Digər tərəfdən isə Avropanın da prosesə cəlb edilmə ümidləri artır. Görəsən Vaşinqtonla qoca qitə müzakirələrinin növbəti fazasında necə rol oynayacaqlar? Bu istiqamətdə sujetimiz var. Vatikanın rolunu xüsusilə qabartmağa çalışacağıq. Rusiya-Ukrayna danışıqlarının növbəti raundu Vatikanda keçirilə bilər. Wall Street Journal görüşün iyunun ortalarında baş tutacağını yazıb. Məlumata görə müzakirələrdə Ağ Evin nümayəndələri də iştirak edəcək. Heyətin tərkibində ABŞ dövlət katibi Marco Rubio və Donald Trump'ın Ukrayna üzrə nümayəndəsi Kate Kellogg'un olacağı gözlənilir. Vatikanın vasitəçilik məsələsi yeni papa seçildikdən sonra aktuallaşıb. Roma papası 14-cü Leo bir müddət əvvəl müqəddəs taxtın danışıqlara ev sahibliyi etməyə hazır olduğunu deyib. Trump bu təşəbbüsü alqışlayıb. Danışıqların növbəti fazasında Vaşinqtonun iştirakı ehtimalı Ağ Evin hələ də prosesdən çəkilməkdə maraqlı olmadığını göstərir. Baxmayaraq ki, Trump Vladimir Putinlə telefon danışığından sonra vasitəçilikdən imtina edə biləcəyini demişdi. O, konkret həll yolları olmayacağı təqdirdə müzakirəni müharibə tərəflərinin öhdəsinə buraxacağını bildirib. Lakin Moskva ilə Kiyev müstəqil şəkildə heç cür konsensus əldə edə bilmir. Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun da son açıqlaması fikir ayrılıqlarının hələ də yüksək olduğunu göstərir. O, Kremlin Avropanın təkid etdiyi atəşkəslə razılaşmayacağını bildirib. Analitiklərin sözlərinə görə həm bu amillər, həm də ABŞ-nin beynəlxalq imici səbəbindən Trump administrasiyası danışıqlardan çəkilməyəcək. Əksinə, yeni seçilən Amerikalı papanın da prosesə maraqlı olması Vaşinqtonun siyasi manevri ola bilər. İstər Rubio'nun məsələn ön plana çəkilməsi, eyni zamanda əgər diqqət yetirsək, hətta Roma papası da bu məsələyə maraq göstərməyə başlayıb. Biz bilirik ki, hazırki Roma papası Amerikan kardinalı idi və belə olan halda düşünürük ki, artıq kənar xətlərlə də Trumpdan kənar olan belə elementlərdən istifadə edib Amerikanın bu danışıqlarda belə iştirakını təmin edəcək elementləri biz müşahidə edirik. Putinin xarici məsələlər üzrə müşaviri Yuri Ushakov prezidentlərin telefon danışığı barədə maraqlı açıqlama verib. O deyib ki, söhbət çox səmimi keçib və tərəflərdən heç biri dəstəyi ilk asmaq istəməyib. Ushakov telefon zənginin fonunda Ukrayna və Avropalı müttəfiqlərin məyus olduğunu diqqətə çatdırıb. Ancaq qitə rəsmiləri növbəti dialoqun onlar üçün daha ümidverici olacağını düşünürlər. Finlandiya prezidenti Aleksandr Stubb da görüşün Vatikanda reallaşacağını deyib. Onun sözlərinə görə əvvəlki vəziyyətdən fərqli olaraq hazırda prosesdə daha çox aktor var. Əgər bundan öncə vasitəçilik rolu yalnız ABŞ-də idisə, indi Avropa da burada iştirak edir. Ağ Evin Rusiyaya qarşı ritorikasının yumşaldığını da demək hələ ki tezdir. Rubio'nun sözlərinə görə hökumət razılaşmaya üstünlük verir. Lakin ölkə Moskvaya sanksiya variantlarını əlində saxlayıb və lazım gəlsə bunu tətbiq də edə bilər. Şərhçilərin sözlərinə görə prosesə Avropanın daxil olması Rusiyaya qarşı təzyiq baxımından ABŞ üçün əlverişlidir. Bu baxımdan tərəflər növbəti danışıqlar zamanı müəyyən məsələlərdə ortaq hərəkət edə bilərlər. Bu konuda önümüzdeki günlerde Amerika Birleşik Devletleri'nin tek başına üretim hakkı elde etmek istediği Ukrayna'nın zenginliklerini Avrupa ülkeleriyle paylaşarak ve Avrupa'nın da dahil olduğu bir sistem ile bir barış anlaşması yapılabileceği söylenebilir. Çünkü bu konuda Vatikan'ın da adalet dağıtma adına Avrupa ülkelerinin de pay sahibi olması gerektiği yönde bir görüş bildirebilir. Vatikan böyle bir görüş bildirirse Trump buna hayır diyebilecek durumda olmadığı söylenebilir. Qeyd edək ki, müharibə başladıqdan bəri Rusiya ilə Ukrayna arasında ilk diplomatik görüş mayın 16-sında İstanbulda baş tutub. Tərəflər qeyd-şərtsiz atəşkəsə nail olmasalar da əsir mübadiləsi məsələsində razılığa gəliblər.